Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Bugün biz sizinlə Türk dövlətlərinin inteqrasiyası, Türk dünyasının birliyi mövzusunda daha bir müsahibəmizi, müzakirəmizi təqdim edəcəm. Xatırladım ki, bizim bugünkü çəkilişimiz Müasir İnkişaf İctimai Birliyinin, Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək layihəsi çərçivəsində gerçəkləşdirilir. Bizim isə müsahibimiz Türk dünyası üzrə mütəxəssis, Türk dünyasının demək olar ki, bütün ərazilərində, böyük bir ərazilərində həm canlı şəkildə tədbirlərində, toplantılarında, birlik və birgəlik çalışmalarında iştirak etmiş dəyərli dostumuz, ziyalımız İlqar İlkindir. İlqar müəllim, salamlayırıq sizi. Xoş gəlmişsiniz. Xoş gördük. İlqar müəllim, mən artıq elə belə deyək də, girişdə elan elədim. Mövzumuzun Türk dünyası ilə bağlı olması, Türk dövlətlərinin birliyi ilə bağlı olması. Siz də istər Azərbaycanda, istər Türkiyədə, istər digər Türk dövlət və topluluqlarında zaman-zaman birlik, birgəlik çalışmalarında iştirak eləmişsiniz. Bu istiqamətdə çox ciddi fəaliyyətləriniz var. Və artıq biz o fəaliyyətlərin, sizlərin, sizdən əvvəlki ziyalıların, sizdən sonra gələcək gənclərin, bugün mövzumuz da gənclərdir, arzuladığı, təbliğ etdiyi məsələlərin reallaşdığına şahid oluq. Türk dünyası birləşir, birgəlik çalışmaları nəticə verir. Siz necə qiymətləndirirsiniz bugünkü durumunu Türk dünyasını? Mən təşəkkür edirəm dəvətiniz üçün. Əvvəla deyim ki, Türk birliyi biz həmişə deyirik ki, ortaq mədəniyyət, ortaq soykök, ortaq tarix bizi birləşdirir və bu bizim mənəvi bir birliyimizdir, Türk birliyi. Amma son illərin hadisələrinə baxsaq görərik ki, bizi həm də geosiyasi vəziyyətlər məcbur edir ki, biz artıq doğrudan bir birlik formasında olaq. Bugünkü dünyanın reallıqlarına baxsaq, yaxınımızda olan bütün münaqişələrin böyük əksəriyyəti, dünyada olan münaqişələrin böyük əksəriyyəti bizim regionumuzda baş verir və bizim çevrəmizdə baş verir. Biz artıq dəngələrin dəyişdiyini görürük, artıq yeni güc mərkəzlərinin formalaşdığını görürük. Əvvəllər, məsələn, tək qütblü və yaxud iki qütblü dünya var idisə, bunun içərisində Türk birliyinin ayrı-ayrı dövlətlər, Türk birliyində təmsil olunan ayrı-ayrı dövlətlər bu və digər şəkildə başqa bir dövlətlərlə yaxınlıq yaxud əlaqələr qurursa, biz artıq görürük ki, yeni formalaşan dünya düzənində bizim özümüzün artıq öz yerimiz olmalıdır. Çünki sadəcə olaraq kiminsə yanında olmaq yox, artıq bu güc mərkəzlərindən birinə çevrilmək funksiyasını özümüz daşımalıyıq artıq. Bu bizim Türk dövlətlərinin ayaqda qalması və güclənməsi üçün əsas istiqamətimiz və yolumuz olacaq. Bugün Türk birliyi artıq biz müstəqillik qazananın 30 il keçib. Bunun biz 15 ilini müxtəlif tədbirlərlə idarə elədik və son 15 ildir artıq Türk dövlət təşkilatları səviyyəsində biz bir birliyə nail olmuşuq. Bu birlik çərçivəsində müxtəlif istiqamətlərdə, mən deyərdim artıq bütün istiqamətlərdə bir fəaliyyət formalaşıbdır. Artıq hər il demək olar ki, Türk dövlət təşkilatlarının zirvə görüşləri keçirilir və qeyri-rəsmi zirvə görüşləri keçirilir və bu hər il baş verir. Ola bilsin ki, çünki dünyadakı siyasət o qədər dəyişir ki və bəlkə də bunu 6 aydan bir də eləyə bilərik dövlət başçıları. İldə bir dəfə zirvə görüşü keçirir və qeyri-rəsmi zirvə görüşü də keçirə bilər. Çünki reallıqlar tez-tez dəyişir və bunların içərisində çox çevik qərar veriləcək bir məqamlar ortaya çıxar. Bu qanuniyyətlərin bizi etməməlidir. Yəni, bugünkü Türk birliyinin səviyyəsi, Türk dövlət başçılarının arasındakı münasibətlər o qədər sıcaq və istidir ki, və hətta mən son, məsələn, Cənubi Kiprin tanınma məsələsində, Orta Asiya dövlətlərinin tanınma məsələsində də hamı belə düşünürdü ki, bunlar arasında, Türk dövlət başçıları arasında fikir mübadiləsi olacaq. Biz ondan sonra Macaristanda gördük ki, bunlar qurultayda olanda əslində bütün məsələlərdə razılaşdırılmış və ortaq bir istiqamət götürülüb və heç bir prosesdə Türk birliyini ayıracaq artıq nöqtələri yoxdur. Əksinə, bütün proseslər
bu Türk dövlət başçılarının, Türk dövlətlərinin birliyinə xidmət edir. İndi bunun ideoloji dediyiniz Türk dövlət başçıları, Türk dövlətləri üçün, gənclər üçün də ortada bir ideologiya var. Bu son 10-15 illərlə bağlı deyil. Bu 100 illiklər ərzində Türk dövlətlərinin bir ortaq ideologiyası var, Türk birliyinin turançılıq ideologiyası. Bunu davam elətdirmək üçün gənclər nə etməlidir? Biz indi bax növbəti etapda mənə elə gəlir ki, bu məsələyə xüsusi önəm verməliyik. Çünki bu yükü əsas daşıyan gənclər olacaq. Artıq giriş verdiniz İlqar müəllim. Bu mərhələyə qədər çox böyük mübarizələr, mücadilələr gedibdir. Hətta bu işlə məşğul olanlar romantik ədəbi məktəbin nümayəndələri də adlandırılırlar bir zamanlar. Mən hesab edirəm ki, onlar ən real hissəsində onlar olublar. Çünki bu günlər bu məsələlər gəldi, reallaşdı. Və bu uğurda qanlar verildi, canlar töküldü, canlar verildi. Çox böyük problemlər, çətinliklər, şəhidlər verildi və biz buna nail olduq. İndi bu nəticəni qorumaq lazımdır. Bu nəticəni də gənclər qorumalıdır, deyək ki, gənc nəslin üzərinə düşür, gələcəkdə görüləcək işlərlə bağlı məsələlər. Bax, sizin tövsiyəniz nə olar gənclərə? Mən bunu tövsiyə kimi yox, bu sadəcə olaraq bizim əsas real görəcəyimiz işlər olmalıdır. Türk dövlət başçılarının, bu ayaq dedik ki, Türk dövlətlərinin nazirlər səviyyəsində, dövlət başçılar səviyyəsində hər şey üst təbəqədə çox yüksək səviyyədə gedir. Bunun üçün amma aşağı qurumlar çox çevik hərəkətdə olmalıdırlar. Yəni bunun üçün çox böyük layihələr olmalıdır. Bu gün mən hesab edirəm ki, bizim indi qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi var. Hətta bunun özündə belə Türk dövlətlərindən bağlı ayrıca bir bölmə yarada bilərlər ki, layihələri məhz o yöndə istiqamətləndirsinlər. Məsələn, çox tədbirə layiqdir, Qərbi Azərbaycanla bağlı ayrıca bir layihə edirlər. Mən hesab edirəm ki, bunu Türk dövlətlərindən bağlı da ayrıca bir layihə elan edirlər. İndi əvvəlki vaxtlar belə bir nümunələr də var idi. Məsələn, xaricdə olan təşkilatların da bura qoşulması məsələsi ola bilərdi. Məsələn, Azərbaycan artıq elə bir məqamdadır ki, həm bu Türk dövlət təşkilatlarında əsas öncül olan ölkələrdən biridir. Yəni, əsas fikir daşıyıcı ölkələrdən biridir. Əsas təşəbbüs edən ölkələrdən biridir. Biz belə bir layihə elan edə bilərik ki, bu layihələrdə digər Türk dövlətləri də iştirak eləsinlər. Məsələn, Türk dövlətlərinin arasında gənclərdən dedik, idman yarışlarının müntəzəm keçirilməsi çox vacibdir. Biz indi Avropa yarışları keçirilir müxtəlif sahələrdə. Türk dövlətlərinin xüsusən gənclərin, məktəblilər arasında, indi biz nümunələrini görürük. Məsələn, mən hədəf liseyini qeyd edirəm ki, onlar Türk dövlət məktəblərinin olimpiyada, inteqrasiya olimpiyadalarını keçirirlər. Hətta bunları böyüdüb dövlət səviyyəsində eləmək lazımdır. Müxtəlif sahələrdə eləmək lazımdır. Bugünkü texnologiya inkişaf edir. Bax, texnologiya səviyyəsində bu istiqamətlərdə, ədəbi, tarixi istiqamətlərdə nə qədər sürətləndirsək bu məsələləri elə hesab edirəm ki, bizim əsas işin yararınadır. Bu məsələdə biraz lənglik hiss edilir, açığı. O da inteqrasiya prosesini məncə ləngidən əsas faktorlardan biridir. Qeyri-hökumət təşkilatları ilə bağlı məqama toxundunuz. Qeyri-hökumət təşkilatları, media, ədəbi mədəni camiə, bura tövsiyəniz nə olardı? Yəni bunlar da o birlik istiqamətində çox böyük işlər görülür və görülməsi də vacib olan önəmli məqamlardır. Çoxlu təşəbbüslər var. Məsələn, qeyri-hökumətlər səviyyəsində, istər ədəbiyyat yönündə, mən məsələn Dünya Gənc Türk Yazarlar Birliyinin adını çəkə bilərəm. Hər il ortaq layihələr, məhz Türk dünyasına hesablanmış layihələrdir. Sadəcə olaraq bunun altında iqtisadi durum, yəni onun maliyyə qaynaqları nə qədər gücləndirilsə, o cür layihələr nə qədər dəstəklənsə, Türk birliyinə o qədər açılmış olacaq. Biz məsələn Azərbaycanda bütün dünya ədəbiyyatının demək olar ki, bütün nümunələrini çap olunur, yəni tərcümə olunur. Nədən biz qardaş Türk xalqlarının ədəbiyyatını dərindən öyrənməyik? Bir-iki yazar, o da şəxsi təşəbbüslər olur. Məsələn, hansısa yazıçının dostudur, Qırğızstandan, Qazaxıstandan, Özbəkistandan bunu tərcümə edir. Amma bu sistemli şəkildə çox önəmli yazarlar, elə hesab edirəm, həm də Azərbaycan yazarları, o qardaş Türk ölkələrinin hamısında tanınmalıdır. Yəni bu bizi birləşdirən, bizi bir-birimizə yaxınlaşdıran əsas faktorlardan biridir və bunun üçün dövlətin prioritetlərində, əsas istiqamətlərində bu cür layihələri dəstəkləmək, maliyyə baxımından da dəstəkləmək
elə hesab edirəm ki, əsas olmalıdır. Maraqlı fikirlər səslənir türk dövlətlərinin inteqrasiyası istiqamətində. Bunlardan ən önəmli məqamlardan biri də hərbi bir təşkilatı formatın müəyyənləşdirilməsi ilə bağlı fikirlər gündəmə gəlir. Necə hesab edirsiniz? Tez deyilmi? Belə bir format başladılarsa hansı nəticələr olar? Alınarmı bu çalışmalar? Məncə tez yox, əksinə biraz da gec qalmışıq. Çünki türk dövlətlərinin zaman-zaman hərbi yönündə bir-birindən inteqrasiya edən hərbi təlimlər də keçirilir belə şeyləri. Bir neçə il bundan əvvəl gördünüz, həmən də qısqanan dövlətlər var. Tez Turan ordusu qururlar, bunlar belə eləyirlər. Amma biz bütün sahələrdə əməkdaşlıq eləyirik və bu əməkdaşlıq artıq real müstəviyə keçib. Məncə türk dövlət təşkilatlarını biz hər zaman belə demişik, bu mənəvi, mədəni bir birlikdir filandır. Amma türk dövlət təşkilatları həm də bir siyasi təşkilata çevrilməlidir. Yəni bu istiqamətdə gedilməlidir və bunun da təzahürləri var. Məncə bundan çəkinməmək lazımdır. Artıq dünyada məsələn böyük birliklər var. Bunların böyük bir qisminin əhəmiyyətini itirib. Məsələn, bax Ərəb Dövlətləri Birliyi var idi. Artıq görürsüz heç nəyə yaramır. Məsələn, OPEC ölkələri, təşkilatları var idi. Hansısa tutaq ki, iqtisadi təsirləri var idi. İndi artıq görürsüz düşür. Avropa Birliyinin özü məsələn, mənə görə getdikcə fiyaskoya uğrayan bir təşkilata çevrilir. Yəni onların yerini dolduracaq birliklər var. Bu birliklərin içərisində məsələn bax Çinin özü dünyada yeni bir güc mərkəzinə çevrildi. Amma biz görürük ki, Çinin özü belə dünyada əsas güc mənbələrindən, xüsusən də iqtisadi yöndə güc mənbələrindən birinə çevrilən halda bunun ən çox maraq elədiyi ölkələrdən biri türk dövlət təşkilatlarıdır. Hətta içində Azərbaycan da olmaqla. Çünki bütün tarixi İpək yolunun üzərində məhz biz, yəni dünya yaranandan mühüm yerlərdə bu türk dövlətləri yerləşir. Yəni biz özümüz görürük ki, türk dövlətləri təşkilatı səviyyəsində biz bu cür dünyanın dəngəsini artıq dəyişəcək ölkələr var. Onlarla həm də ayrı-ayrı dövlət şəklində, hər bir müstəqil dövlət şəklində və bir də həm də türk dövlət təşkilatları səviyyəsində ayrıca bir əlaqə qurmağa, inteqrasiya eləməyə hazır olmalıyıq və buna doğru getməliyik. İbrahim müəllim, buna gücü çatacaqmı Türk Dövlətləri Təşkilatı bu məsuliyyəti özlərinə götürə bilərmi? O deyirsiniz ki, beynəlxalq təşkilatlar artıq zəifləyirlər, bir çox boşluqlar yaranır. Necə qiymətləndirirsiniz? Mən keçən il Şuşada olan Türk Dövlət Təşkilatlarının zirvə görüşündə yekunda qəbul olunmuş bəyannaməyə baxdım. Orada çox mühüm bir enerji layihələri var idi. Bax, bugün biz Türk Dövlət Təşkilatlarını görürük, dünyaya, xüsusən Avropaya, bir çox ölkələrinə əsas neft və qaz ixrac edən ölkələrdir. Talih elə gətirib ki, biz elə bir bölgədə yerləşmişik ki, həm də gələcəkdə günəş enerjisindən istifadə məsələləri var artıq. Dünyada çünki tükənməyən enerjilər var. Bəs günəşli bölgədə də bu türk dövlətləri yerləşir. Yəni biz 30 ildən sonra da elə hesab edirəm ki, həm də Avropa üçün bugün necə ki neft, qaz əsas ixrac ölkəyik və gələcəkdə də günəş enerjisindən potensiala malik ölkələrik. Və bunun üçün bizim ortaq investisiya fondu da yaradır Türk dövlət təşkilatlarına bağlı. Mən elə gəlir ki, bu investisiya fondları bax elə bizim elm adamlarının fondları, müxtəlif fondlar bu cür dəstəkləməlidir ki, elə bir layihələri bizim özümüz həyata keçirək və ölkə olaraq yəni o ölkələrdən daha qabaqda ola bilərik. İqtisadi birliyimizdə qura bilsək. O dünyada hal-hazırda münaqişələr biz müşahidə edirik. Rusiya-Ukrayna arasında, İsrail-İran arasında və s. belə deyək də, yəni hadisələr cərəyanı. Türk Dövlətləri Təşkilatı bu proseslərdə sülh yaradıcı missiyadan, ortaq nöqtələrdən çıxış edən platformaları təqdim edib çıxış edə bilərmi təşəbbüslər? Məncə edir ortaq. Burada əsas məqama bir fikir verməliyik. Məsələn, Azərbaycanın özü də hətta məsələn İsrail və Türkiyə arasındakı gərginliyin yumşaldılmasında iştirak edib. Vaxt verir Türkiyə məsələn hansısa bir əlaqələr bu ölkələr arasındakı kişiyə cəlb olunmaq mərhələsi gələndə kimlərsə bu məsələdə çox ağıllı, çevik hərəkət edirlər.
Məncə bugünkü mərhələdə bax, sağımız, solumuz, bütün böyük güclər bir-birindən savaş halındadır. Burada əsas hədəfimiz olmalıdır ki, bu yaxın 10 illikdə bütün türk dövlətlərini bu münaqişələrdən uzaq tutaq. Yəni heç bir münaqişəyə qoşulmayaq. Əslində bununla bərabər də potensial həm də hərbi gücümüzü, ekonomimizi artıraq. Bax bu gün ətrafımızda olan bütün böyük dövlətlər, hansı ki o silahlardan istifadə olunmamalıdır və onu dar günə saxlamışlar. Artıq görürük o silahların böyük bir qismini istifadə edib qurtarıb. Və bunun içərisində Türk dövlət təşkilatları nə qədər barışçıl mövqedə dursa, sülh yaratma prosesində dursa, məsələn biz Ukrayna-Rusiya münaqişəsi başlayandan görürük ki, Türkiyə burada çox aktiv rol oynayır. Məsələn, hətta bütün dünyaya ərzaq çatdırılmaq, buğdanın çatdırılmamaq məsələsində də Türkiyənin rolu əvəzsiz idi. Məncə Türk dövlət təşkilatları Türkiyənin və Azərbaycanın başını çəkdiyi bu Türk dövlət təşkilatları bütün münaqişələrdən kənarda saxlamaq lazımdır və mümkün olduğu qədər heç bir münaqişəyə qatılmamalıdır və dünyanın ki bu hansısa dövlətlər, böyük dövlətlər, güclü dövlətlər gördüyümüz dövlətlər var, zəifləyirdilər. Bu prosesdə biz əksinə güclənmiş şəkildə çıxmalıyıq. Perspektivi necə görürsünüz İlqar müəllim? Məsələn, Kipr bir tam hüquqlu üzv ola bilərmi bura, Macarıstan və daha yeni ölkələrin də qoşulması mümkün ola bilərmi? Var, məsələn, Koreyanın da müşahidəçi statusda iştirak etmək Türk dövlət təşkilatlarında məncə bu açıq olmalıdır. Yəni onu deyirəm, bəzən bu elə bir siyasi birliyə çevirə bilər ki, burada əməkdaşlıq eləmək hər kəs maraqlı ola bilər. Zaten biz getdikcə görürük ki, məsələn Macarıstanın özünün indi gələcəkdə Kiprin tanınma məsələsi, məsələn Şimali Kipr Türk Cümhuriyyətinin tanınma məsələsi ola bilər və o elə hesab edirəm ki, çox uzaq olmayan tarixdə olacaq həm də. Yəni Türk dövlət təşkilatları Şimali Kipr Türk Cümhuriyyətini tanıyacaqlar və bundan çəkinməyəcəklər. Bunun üçün elə bil ki, zaman yaxınlaşır kimi gəlir mənə. Bu birlik böyüdükcə, gücləndikcə kənardan bura baskıların artmasını biz müşahidə edirik. Yəni belə deyək, bu birliyin formalaşmasını istəməyən çox sayda dünyada dövlətlər və təşkilatlar var. Adları sadalamaq istəmirik. Necə qiymətləndirirsiniz? Yəni bu məsələni tənzimləmək mümkün olacaqmı və o baskılar qarşısında duruş gətirə biləcəkmi? Məncə o baskıların çoxu aradan götürülür. Çünki baskı edən həmin birliklərin özünün də çox münaqişəli durumları var. Yəni onlar da əvvəlki gücdə deyirlər, zəifləyirlər və bir də Türk dünyasını, xüsusən Türkiyəni zəiflədəcək bəzi addımlar atılırdı. Bunlardan biri erməni məsələsi idi və biri Kürd məsələsi idi, PKK məsələsi idi. Məncə Türkiyə bunların, biz artıq həm Türkiyə, həm də bütün Türk dünyası artıq bu məsələlər açdıq. Siz baxırdınız məsələn, hər il erməni soyqırımı, uydurma erməni soyqırımını ortaya atmışdılar və artıq demək olar ki, dünyanın gündəmindən çıxırdı və bu yalanın özünü artıq ermənilərin özü belə bir soyqırımın olmamağından bağlı artıq dilə gətirir. İndi növbəti etapda erməni məsələsi ümumiyyətlə bir neçə ilə biz görəcəyik ki, burada Azərbaycanda çox ciddi təsirlər var. Sülh müqaviləsindən sonra bölgəmizdə erməni faktoru artıq ortadan qalxmış olacaq. Biz bugün nə görürük ki, PKK məsələsi də artıq Türkiyənin gündəmindən çıxır. Yəni orada da bir barışın əldə olunacağı var. Ona görə Türk dünyasını zəiflədən bax iki əsas beynəlxalq güclərin bu iki faktordan istifadə edirdi və ikisi də demək ortadan qalxır. Mən hesab edirəm ki, bundan sonraki mərhələdə həm də Azərbaycana da təsir edəcək məqamlar bunlar idi və biz bu qarşımızı kəsən bu maneələri dəf etmişik və bundan sonra ancaq birlik və bərabərliyimizi qoruyub beynəlxalq bir gücə çevrilməliyik. Son suala vermək istərdim İlqar müəllim. Bu Türk Dövlətləri Təşkilatı ancaq müstəqil Türk dövlətlərindən ibarətdir, amma Türk dünyası yalnız bu dövlətlərdən ibarət deyil, burada yaşayan Türk xalqlarından ibarət deyil. Muxtar olan Türk toplumları var, başqa dövlətlərin tərkibində yaşayan çox böyük Türk toplumları var. Onları bu inteqrasiya prosesinə necə cəlb etmək olar? Məncə, bax biz bunun ən yaxşı yollarından biri mədəniyyətdir. Mədəni tədbirlərin keçirilməsidir bugünkü məqamda.
Amma təəssüf olaraq ki, məsələn, Azərbaycanın özündə mən bunu Türkiyəyə də aid edirəm. Məsələn, həmin o xalqlar var ki, bu saat Rusiyanın içərisində yaşayırlar. Müstəqil olmayan dövlətləri var. Biz Azərbaycanda niyə bunların məsələn sənətçilərinin konsertini təşkil eləməyək? Niyə bunların yaxınlaşması üçün bir şey eləməyək? Məsələn, belə bir zaman ortaya Rusiyanın özünün də Türk dövlət təşkilatlarında təmsil olunmaq məsələsini ortaya atmışlar. Əslində Rusiyada gələcəkdə olacaq şeyləri indidən görür. Yəni çünki Rusiyanın içərisi böyük əksəriyyəti demək olar ki, məhz türk toplumlarından ibarətdir. Bu türk toplumlarının orada zaman iştirak edəcəyini də düşünür. Yəni onlar bir gün oraya can atacaqlar. Mənə elə gəlir ki, biz hər bir mədəni səviyyədə onlarla əlaqədə olmalıyıq. İndi zamanı buna gəlir ki, məsələn biz Rusiyanın Azərbaycanla Rusiya arasında son illər gərginləşən münasibətlər görürük. Bunların heç birində biz tərəf deyilik. Yəni hər zaman biz barışdırıcı mövqedə dururuq, amma təəssüf ki, bu Rusiya tərəfindən gəlir. Biz Rusiya üçün hər şey eləmişik, artıqlamasını eləmişik. Bax, hər il Rusiyanın burada sənətçiləri gəlir, konsertlər eləyir, çıxış eləyir. Biz repertuarı da dəyişdirməliyik. Yəni biz tərəf olaraq deyə bilərik ki, bir Çuvaş da gəlsin, Noğay da gəlsin. Yəni Rusiyanın içərisində olan və bizim anlayacağımız türk xalqları var. Onlar. İndi son dövrdə Ayyola deyilən bir qrup var. Bütün dünyada o qrup məşhurdur. Bu qrupun məsələn mən elə buradan da səsləndim. Azərbaycan məsələn ya mədəni təşkilatları olsun. Bunun məsələn konsertini niyə təşkil eləməsinlər? Bunu niyə gətirməsinlər? Məncə Rusiyanın içərisindəki bu türklərin yaşayan türklərin, hansı ki sıxılmış türklər var, onların məhz belə dəstəyə də mənəvi dəstəyə ehtiyacları var və biz buna dəstək olmalıyıq. Mən Türkiyədə də görmürük bunu. Məncə və Azərbaycan və Türkiyə çünki Türk dövlət təşkilatlarında əsas öncül ölkələrdir. Məsələn biz bunu əsas dəstək verən ölkə ola bilərik. Belə konsertlər təşkil edə bilərik. Həm də çox. Təşəkkür edirəm Nigar müəllim sizə. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz, gəldiniz və suallarımıza cavab verib fikirlərinizi bizimlə bölüşdünüz. Mən təşəkkür edirəm. Sağ olun dəvətə görə. Layihəmizə də uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun. Bax belə, hörmətli tamaşaçılar, biz daha bir müzakirəmizi yekunlaşdırdıq. Bizim bugünkü müzakirəmiz Türk Dövlətləri Təşkilatı ilə gənclərə, Türk Dövlətləri Təşkilatındakı gənclərin ideoloji maariflənməsi ilə bağlıdır. Müsahibimiz isə Türk dünyası üzrə mütəxəssis dəyərli dostumuz İlqar Elçindir. Siz isə bizi izləməyə davam edin ki, növbəti müsahibələrimizdən, müzakirələrimizdən xəbərdar olasınız. Sağ olun, salamat qalın.